Hamınızı qarşıdan gələn Məbəs bayramı münasibətilə təbrik edirəm. Peyğəmbərimiz 40 yaşında bilirsiniz peyğəmbərliyə çatıb. Bir müddət Hira mağarasında tənha şəkildə ibadət edirdi. Bu ənənə Əbdülmütəllibdə də var idi. Peyğəmbərin əcdadları bir müddət görürsən dağlara çəkilib orada ibadət edərdilər. Sənin Rəbbin kəramət sahibidir, kəramətlidir. Əlləzi alləmə bil qələm, alləməl insan ma ləm ya'ləm. O Allah ki, insanı öyrətdi, təlim elədi. Qələmlə yazmağı təlim etdi, insana bilmədiklərini öyrətdi. Görün nə möhtəşəm başlanğıcdır. Biz hələ də dünyaya dinimizin səsini çatdıra bilməmişik. Biz elə bir dinin ardıcılıyıq ki, dünyaya oxu kəlməsi ilə gəldi. Oxu, öyrən, bütün ilk ayələri təlimdir. İnsana bilmədiklərini öyrətdi. Görün nə qədər mütərəqqi dindir ki, ilk xitabı Peyğəmbərə iqra, oxu və bütün ayələr, ilk ayələr elmlə bağlı ayələrdir.